Hər vaxtınız xeyir olsun. Hədsiz çox SMS aldığıma görə istədim bir açıqlama verim. Bəli, dünən saxta süni intellektlə hazırlanmış bəzi şeylər paylaşılmışdı. Təbii ki, bu mənimlə bağlı olsaydı, bəlkə də mən bunu keçə bilərdim, amma mənim övladımdan da istifadə olunduğu üçün mən bunu keçmədim və o səhifəni bağlatdırdıq. Hətta vəkilimizlə müqavilə bağladıq. Bayramdan sonra həmən insan haqqında araşdırılma aparılacaq və qanun qarşısında cavabını verəcək. Cəzası nədirsə çəkəcək, heç kimi keçməyəcəm. İnanmıram ki, hansısa bir valideyn övladına toxunanda onu keçər. Eynən də mən keçmirəm. Bunu edən insan da o yazıq qadın. Mən buradan da səslənib demək istəyirəm ki, məncə sən və səni kimilər özünüzdə o problemi axtarmalısınız. Nə əskikdir sizdə, onu bir tapmalısınız, düzəltməlisiniz. Yazığım gəlir sadəcə. Allah biraz ağıl fikir versin. İşte bu kadar.